Qəsd hadisəsi baş vermişdir. Onun çəkilişi davam edir. Hadisə yeri buradır. Cinayətkar və bizim istintaq orqanları. Hadisə harada baş vermişdir? Bir tane onu müəyyənləşdirək. Hadisə burada baş vermişdir. Yəni ki, söydüm, oradan götürdüm onu. Tam burada? Tam burada. Neyle vurdunuz onu? Bir dənə asıqlayın, neyle vurdunuz onu? Yəni ki, cümdə mətbəx bıçağı vardı, yəni. Mətbəx bıçağı? Mətbəx bıçağı. Onunla vurdunuz onu? Bəli. 16 barmaq mətbəx bıçağı vardı. Dönər. Əvvəl dönərsiz yəni oradan da. Siz niyə qaçırdınız, niyə saxlanırdınız? Necə? Niyə qaçırdınız ki? Niyə qaçırdınız ki? Harada qaçırdınız? Yəni də polisdən gizlənmişdiniz. Polisdən ki, yox. Deməyəcəm ki, gəl tut məni. Gizlənmişdiniz də sizi axtardılar, tapdılar. Axtardılar. Siz özünüz gəlib təslim olsaydınız. Təslim niyə olmalıyam ki? Cinayətiniz az ola bilərdi. Yox, təslim ol. Mənə susmağa haqqım var. Ona baxma. Qarşısına çəkmə də, çəkmə. Mənim balalarım var. Bir dənə bu hadisəni törətməkdə peşmansınız. Xeyr, peşman deyiləm. Yəni söyüb vurmuşam. Sən hara dəfn edirsən? Peşmançılıq olsaydı sizin az eləyərdilər. Yox. Yəni heç bir peşmançılıq yoxdur. Hə, bu qədər qədər. Harada bax? Fəhim orada basırsın. Bu danışandan sonra başlasın qaçmaya bir şey də alacaq. Qaçdı. Yəni ki... Ya burada başlamışsın. Burada? Hə. Siz cinayətin harada başlamışsınız? Bəli, burada başlamışsın. Tam burada, buradır. Tam buradaydım, ha. Tam burada başladım bunu. Qazıdım, yəni lapotka var içində. Açdım, qazıdım yeri, başladım. Bəs hadisə istifadə olmuş silahınızda? Silahı da yəni orada gizlətmişəm. Yəni orada başlamışam. Yəni ki, problem yoxdur. Teşekkür ederim. Cinayətkar qaçmaq istəyirdi. Və onu yaxaladılar bizim polislər. Kadr saxlayın, xahiş edirəm, kadr saxlayın. Evet, cinayətkarı hal-hazırda polis bölməsinə aparırlar. İstinaq araşdırılır, müəyyən edildi yeri. İndi hal-hazırda gördüyünüz kimi cinayətkar qaçmaq istədi, onu tutdular. Cinayətkar müqavimət göstərir.